dostlar, əziz yerlilər, bax görün, haradayıq, cənnət məkanda, dağlarımızın hər yeri cənnət, hər bir dağlarımız, hər bir yerimiz cənnət. Belə bir yerlərə gəzmək, dolaşmaq, böyük qurur, bir də səhər-səhər saat 6-da, 7-də. Burada bizim bir dağ var, deyə o dağ, bax orada nankör düşmənlər idi. Onların orada postlarını dağıtdıq, xeyr, erməni orada qırdıq, silahlarımızı gətirdik. Bax, baba, bu daşlı görünən yerdə bizim bulaq vardı. Gəlmişdik bulağı axtarmağa. Nankörlərin üzündən bulağımız quruyor orada. Allah qoysa bulağı yenidən açacağıq, yenidən bərpa edəcəyik. Bax, deyə bir gözəl yerlər var. Görsən, bax, kəkot o, gül, çiçək, buna bax, hər tərəf çiçək. Görünə cənnət deyir, nə gözəl deyir. Belə yeri qədib dolaşmaq, böyle böyük fəxrdir, qürurdur, şərəfdir. Buradan dostlar, bir iyi gəlir. Adam buradan ayrılmaq istəmir ha. Elə bir cənnətdəsən, cənnətin göbəyindəsən, ailə bir deyir daha. Doğrudan cənnət deyir, doğrudan. İyiyə baxsan, səhər-səhər tezdən bu yünü almaq nə edirsən dəyir. Görünək gözəldir, bax, gözəlliyə bax, buna bax. Cənnət məkanı, cənnət məkanı. Bura Xocamənddir, Xocamənd. Xocaməndin Muğanın dağlarıdır, Muğanın kəndi dağlarıdır. Bax, İzveçdə tanımış o Muğanlı ki var ha, o düşmənin belini qıran Muğanlı var ha. Bax, o Muğanın dağlarıdır bax. Nə gözəl. Tam təhlükəli yerdir, minayla dolu olan bir yeri, ona görə biz alay-dolay yollarla gedirik. Burada mina düşmən o vaxtda çox qoymuşdur. Bizim burada xeyla göğüslərimiz, cəngavər oğullarımız minə düşərək şəhid oldular. Məsələn, adlarını sayətlərəm. Yaqub idi o, Səxavət idi, Böyük kişi idi, Nadir idi, sonra Məhrəm idi. Yəni, belə çox cəngavər oğlanlarımız idi. Yəni, çox cəngavər oğlanlar burada hələ məndə yadıma düşənlər saydım, çox saydadır. Düzdür, hamısı mənim yadımdadır, yaddan çıxartmaram. Onlar mənlə yerdə, mənim ətrafımda döyüşən oğlanlar idi. Rembo vardı, döyüşən idi. Yəni, çox cəngavər oğlanlar, bax, bu dağlarda, bu yerlərdə şəhid oldular. Yəni, mina bastıran, bastırdığı vaxt mina var şübhəli. Orada bütün dağlara, döyüşlərdə, bütün döyüşlərin önündə döyüşən oğlan kimi deyirəm ki, bax, burada düşmənlərə dağ çəkmişik, bax, bu dağlarda. Adətli o bir dağlara çəkik. Kəmərqayadır, Əmraların üstəki dağıdır, Kəmərqayamızdır. Şişqaya. Yəni, çox tanınmış bir yerlərdir bu dağlar, yəni yaddan çıxılmaz. Amma bura gələndə burada elə bir sanki, elə bir ki, burada dostlarımı gəzirəm, dostlarımı axtarıram, şəhid olan cəngavər oğlanlara elə bir ki, addım axtarıram, elə bir ki, onunla özünə bir təsirli tapıram. Buna görə gəldim, dedim, səhər-səhər saat 5-də qalmışdım mən. Düzdür, biraz mənim dostlarım bir tənmədilər, adətlə bir tənmədilər. Böyle qışqırmışam, durun, az yatın, belə yerdə adam yatmaz. Belə yerdə adam ancaq gəzər, ləzzət alar. Havadan, cənnətli yerlərdən. Ona görə bura mən üçün çox doğma bir yer deyil, mən çox cənnətli bir yer deyil. Çünki bu dağlarda o qədər gəlmişik, o qədərinə o şəhid olan cəngavər oğlanlarla bu dağlar addım gəlmişik. Allah rəhmət eləsin. Elə biz də parça şəhid olduq, elə adiyyət özü də ağır yaralandı. Nə deyim, belə iç yaralanımızdan oldu, çox ağır yaralandı. Məndəki daha çox ölümdür. Yəni, bir ay komada yatmışam, orada 6 illər xəstəxanada yatmışam, yəni çürümüşəm. Yəni, sonra indi Allahın köməyinə sağalmışam. Allah'a qurban olum, Allah belə. qismət yazmayıb. Allah sağ olasın, qəhrəman, sağ ol. Qismətə. Gəldik buranı da gördük, çox gözəl, sağ ol. Bundan böyük qürur, bundan böyük. Biz gəlmək istəmirdik, sənin hesabına gəldik, sağ ol. Sağ ol.